Salam əziz dostlar, təkəbbürün qaynaqlarından biri də psixoloji baxımdan. Biri də budur ki, insan özünün qorxaq olmasından qorxur. Yəni öz qorxusunu və zəifliyini örtbasdır eləməkdən ötürü təkəbbürlü eləyir. Təkəbbürlü eləyən insanlar digərlərində bu təəssüratı yaradırlar ki, bu adam heç nədən qorxmur. Özünü böyük aparır, özünü üstün göstərir, heç nədən qorxmur. O öz daxili zəifliyini gizlətməkdən ötürü həmin bu üstünlük maskasını taxır ki, insanlar fikirləşməsinlər ki, bu qorxaqdır. Bu dini qaynaq deyil, psixoloji qaynaqdır. Daxili narahatlıqdır, özünə inamsızlıqdır. Bu da təkəbbürü bir müdafiə mexanizminə çevirir insanlar üçün. Bu da çox təhlükəli bir yoldur. Allah bizi təkəbbürün bütün cəhətlərindən, xüsusiyyətlərindən qorusun inşallah. Sağ olun.